Radiusları R1 bərabərdir 2 metr və R2 bərabər 4 metr olan disklər qayışlı ötürməklə birləşdirilərək fırladılır. Birinci disk üzərindəki A nöqtəsinin müəyyən müddətdə yerdəyişməsinin modulu SA 4 metr olarsa, həmin müddətdə ikinci diskin B nöqtəsinin yerdəyişməsinin modulunu hesablayın istəyir. Fikir versəz, yerdəyişməmiz A nöqtəsinin 4 metrdir və A nöqtəsi də gördüyümüz kimi radiusu elə R1 olacaq, o da 2 metr verilib. Onu yaza bilərik ki, RA bərabərdir 2 metrə və həmçinin SA da 4 metr. Fikir versəz görərsiniz ki, burada yerdəyişməmiz radiusun 2 qat missidir. Deməli, S bərabər 2R. Bu, çevrə üzrə bərabər sürətli hərəkətdə kiçik T bərabərdir. 2-də 1 vuraq böyük T şərtində ödənilirdi. Radius onda 2-yə vuranda biz yerdəyişməni alırdıq bu şərtdə. İndi burada baxmalı olduğumuz məqamda var ki, qayışlı ötürmədir. Fikir versəz, qayışlı ötürmədə xətti sürətlər bir-birinə bərabərdir. Yəni, VA bərabərdir VB-yə. V-nin belə bir düsturu var. V bərabərdir 2pi bölək böyük T. VA-nı necə yazaram? VA bərabərdir 2pi R1 bölək TA yazaram. VB-ni isə yazaram ki, 2pi vuraq R2 bölək TB. Bunları da bir-birinə bərabərləşdirəcəm. 2pi vuraq R1-imiz 2 idi. Bölək TA-mız yoxdur, olduğu kimi saxlayıram. 2pi vuraq R2-miz də 4 metr idi, şərtdə verilmişdi. Bölək TB yazdım. İndi baxın, hər tərəfdən 2-lər getdi. Pilər getdi. İndi çarpaz vuranda 2TB bərabərdir 4 vuraq TA almış olduq. 2 və 4 aparıram, 1, burada qaldı 2. Deməli, TB bərabər oldu 2 TA-ya. Bundan sonra artıq nəyə fikir vermək lazımdır? Burada müəyyən müddətdə deyir. Sonra deyir ki, yenidən həmin müddətdə. Yəni, zamanlar bərabərdir. Burada T yazsam, A nöqtəsindəki zamanlar. B nöqtəsindəkini də eyni ilə T yazsam, zamanlar eynidir axı. Periyodumuz da qeyd etdik ki, bunun TA, bunu da TB ilə işarələdim. İndi TB 2TA-dır axı. Burada bunu yaza bilərəm. 2 vuraq nə? TA. Bayaqlarda aldım ki, birincidəki halda zaman T bərabərdir 2-də 1 böyük T-dir. Onda burada yazaram ki, kiçik T bərabərdir 2-də 1 vuraq TA-ya. Buradan TA-nı tapanda 2 vuraq kiçik T olur. Gətirib eyni ilə, bax burada yerinə yazsaq, alacağıq ki, TB bərabərdir 4 vuraq T-yə. Yəni 2T-ni vururam 2-yə. Gördüyümüz kimi artıq burada zaman bu periyodun 4də 1 hissəsi olmuş oldu. Artıq kiçik T bərabər 4də 1 vuraq TB oldu. İkinci şəkilimizə, yəni ikinci çevrəyə aid olan hissə. Buradan artıq gördüyümüz kimi 4də 1 olan haldakı yerdəyişməni tapa bilərik. Biz bilirik ki, zaman periyodun 4də 1 mislinə bərabər olanda S bərabərdir R kökdə 2 ilə hesablanır. R-imiz məlum idi, 4 idi və kökdə 2-ni də yazırıq yanına. 4 kökdə 2.